Salam aleyküm kardeşler. Hal-hazırda alınmış torpaqlardayıq. Sözüm buradan bilirsən nədir? Bu portalsız işləyənlər yoxdur burada. Cəriməsi sağ olsun Azərbaycan. Əgər portalın yoxdursa cəriməsi 2000 manat, 2000 manat, 100 rubl. Amma əgər işdə tutarlarsa səni işlək vəziyyətdə cəriməsi 5000-dən tutmuş 10.000-ə qədərdir. Bəs bunlar deyirdi Qarabağ alınsın, hər şey yaxşı olacaq. Nə oldu? Yox, gedib sizə ağız açmırıq, Allaha şükür. Əlimiz var, ayağımız var. Gəlib özümüz işləyirik də. Elə gözünüzü buna tikmişdiniz. Bəs Qarabağ bizimdir, Qarabağ belə olacaq, nə bilim, aldıq, dağıtdıq. 30 ildir gözünüzü buna tikmişdiniz ki, rüşvətsiniz. Nə oldu? Hardayıq biz? Asiyadayıq, Dağıstanlıyıq, Qırğızstanlıyıq, bir migrantıq biz. Nə oldu ay Azərbaycan? Hara gedirsin? Bundan hara gedirsiniz? Ay Azərbaycanlılar, hara gedirsiniz?